xoş gördük hər birinizi. Deməli, Dəyanət kitabının 5-ci sinif yeni nəşrdən bugün keçərik mövzu 22-dən bəzi tapşırıqların izahı. Bir də inşallah zaman çatar mövzu 23-ü tam izah edəcəm məsələləri sizə. Burada gəlin mövzu 22-dən nömrə 9. Online'dakı uşaqlar səsləri söndürün, səs qarışdırmayın zəhmət olmasa. Səsləri söndürün, diqqətlə qulaq asın. Deməli, 8-dən izah elədik, 9-cu sualdan izah eləyəcəm. Bilirsiniz ki, kvadrat 2 dəfə təkrar bir-birinə vurmaq deməkdir. Kub 3 dəfə həmin ədədi təkrar bir-birinə vurmaq deməkdir. İndi gəlin, burada bir-ikisini izah eləyim, qalanlarını da seçib evə verəcəm sizə. Yazdım ki, 1,8'in kvadratı. Bu o deməkdir ki, 1,8 vur nə? 1,8. Vergüllərə fikir vermədən Vaqif 18'e 18'e vursam neçə eləyir? 324. Sonra baxıram, neçə onluq işarəsi var? 2 dənə. 1, 2. Oldu cavab nə? 3 tam %24. Məsələn, yazıb ki, neçəncisini yazaq? 16-cı sual. Yazdım 1,4 vurulsun 2,5'in kvadratı. Bunu alt-alta vurub kvadrata da yüksəldə bilərəm. Səmərəli üsulundan da eləyə bilərəm. Sadəcə 2,5'i uşaqlar və səmərəli üsulla çətin gətirirlər. Ən gözəli, ən rahatı, vergülə fikir vermədən neynəyək bunları tez? Alt-alta vuraq. Bu eləyir 70, bu da eləyir 28. Toplayanda 0, 5, 3, 35. Neçə onluq işarəsi var? 2 dənə. 1, 2 ayırdım. Cavab elədi 3,5'in nəyi? Kvadratı. Kvadratda nə deməkdir? 3,5 vurulsun nəyə? 3,5'e. 35 vurulsun 35. Eləyir 175. Bu da eləyir 105. Toplayaq alt-alta 5. 2, 1 yadda 2, 1. 1225. Neçə onluq işarəsi var? 2 dənə. Buradan ayırırıq 1, 2. Cavab neçə elədi? 12 tam %25. Sonra uşaqlar biraz belə şeydə səhv edirlər. Bir dənə diqqətlə müəlliməyə qulaq asın, xahiş edirəm sizdən. Evdə gedib bir də bunu səhv yazmayaq. Məsələn, yazılıb ki, 14-cü sual. 0,4 vurulsun 2,9'un kvadratı. Bax uşaqlar, eləyəcəkləri səhv nə olur? Burada bu kvadrat yağmur. Ancaq nəyə aiddir? 2,9'a. Amma bəzi uşaqlar praktik səhv eləyirlər. Götürür 0,4'ü buna vurur sonra kvadrata yükseldir. Yox, əgər bu mötərizədə olsaydı, o ikisini vurub kvadrata yüksəldirdi. Amma burada isə ancaq 2,9'un kvadratına aiddir. Yaxşı? İndi 29'u vuracaq nəyə? 29'a. Sakit, sakit. 1, 8 yadda. 18, o da 8, 26. 2 dəfə 9, 18, 1 yadda, 4, 5. Bağışlayın toplama. 1, 4, 7, 8. Deməli 0,4 vurulsun 841 yox. Çünki 2 dənə 2,9'u vurmuşam bir-birinə. 2 onluq işarəsi var. 8 tam %41. 8 tam %41'i də 8 tam %41'i də 0,4'e vuraq. 4, 6, 1 yadda 32, 33. 1, 2, 3 onluq işarəsi var. Düşdü. 3 tam 364 bu formada. Yaxşı. İndi gəlin yazaq buradan. On dördüncü sualı. On dördüncü sual. A plus B plus 15 tam onda 4 bərabərdir 45 tam onda 6 yani. Nurlana, birinci burada baxan kimi A üstəgəl B-ni taparım. Məchul kimi. Bərabərdir 45 tam 6 çıxılsın 15 tam onda nə? 4. A üstəgəl B nəyə bərabər olar? 6'dan 4'ü 2, 45'ten 15, 30. Deməli A üstəgəl B nəyə bərabərdir? 30 tam onda 2'ye. Və mənə deyir ki, 8 vurulsun A üstəgəl B çıxılsın nə? 12 tam onda 3'ü tam. Ayrıca AB'ni tapmağa əsəyə ehtiyac var? Xeyr. Verilib də mənə neçədir? 30 tam onda 2. Deməli 8'i vuracağım 30 tam onda 2, çıxacağım nəyi? 12 tam onda 3'ü. Gəlin 30 tam onda 2'ni vuranda 8'e, eləyir 6, 1 yadda 241. Bundan da çıxacağım nə? 12 tam onda 3'ü.
Tam onluq işarədən çıxanda qalır 3, qalır 9, 2, 1. Oldu? Bəli. 2, Yox. hə 1. Bir, Yox, ha. 2, 2. Yox. 2. 229 tam, onda 3. Yaxşı mı? Gəlin yazaq. 17 istədin sən Xədicə. Yazaq 17. Görək bu Xədicəyə nə çətin gəlib burada. 17-ci sual. 17-də deyir ki 23 tam 17-də 5 vurulsun 1 tam 25-də 16 minus 13 tam 17'de 5 vurulsun 1 tam 25'te 16 plus düz yazdım hayır. Beləydi mən baba. Bəli. Baxın bura uşaqlar. Baxan kimi mən burada ortaq vuruğu görürəm də. Sizcə ortaq vuruq hansıdır? Bir tam. Ay sağ ol. Buna ortaq vuruq çıxartsam 1 tam sakitsam. Çevirərəm. Bu dəqiqə nəyin vacibiyatıdır ki? Baxın. Ya çıxartdım ortaq vuruğu. 23 tam 17'də 5 minus 13 tam nə balam? 17'də 5 bərabərdir. Buranı saxlayıram belə 25'də 16 vurulsun. Əlbəttə ki onluq işarələri, kəsr hissələri eynidirsə çıxanda nə olur? Sıfırlanır. 23'dən 13 çıxan neçə edir? 10. Hələ vurmuram ona, belə saxlayayım yadda. Baxın bura bu nədir? Onluq kəsirdir. Bunu da 4'ə vuraram, bunu da 4'ə vuraram. Onlar 1 tam 50, yüzdə nə? 64, vur 10. Hələ ona vurmuram. 1 tam neydir? Ay sağ ol. Bir də vuracaq nəyə? Ona. Hələ tələsmirəm vurmağa, lazım deyil. Hələ deyirəm ki vurma. Çünki məndə burada nə var? Ay sağ ol. 1 tam %64 vurulsun 10, plus 15 vurulsun 1 tam nə? %64. 1 tam 164. 1 tam %64 məndə nədir Xədicə? Ortaq vuruq. 1 tam %64, 10 plus nə? 15. Bu da bərabərdir. 1 tam %64 vurulsun nəyə? 25. Nə ikinci ona vur? Yox, 25'e vuracaqsan. Bunun başqa yolun yoxdur. 164'ü vurursan 25'e. 20, 30, 32, 8. 8, 12, 1 yada 2, 3. Toplayaq 0, 10, 11, 4. Neçə onluq işarəsi var? 2 dənə. 1, 2. Cavab neçə elədi? 4. Oldu qızım, çətin deyilmiş. Yaxşı. Sonra. 12-ci sual. Kvadrat metrlə ifadə edin. Birinci növbədə bilməlisən ki, 1 hektarın neçə kvadrat metrdir? 10.000 kvadrat metrdir. Bəs 1 arın neçə kvadrat metrdir? 100 kvadrat metrdir. Bunu əzbər bilməlisən. İndi sənə deyir ki, 0,678 hektar plus 1,234 ar. Deyir kvadrat metrə çevir. Kvadrat metrə çevirmək üçün hektardan neçə eləməliyəm? 0,678'i vuracağım nəyə? 10.000'ə plus 1,1000'də 234'ü də vuracağım nəyə? 100'ə. 10.000'ə vuranda vergül sıfırların sayı qədər nə olur? Sağa sürüşür, düzdürmü? 3 dənə varımdır, neçəsi çatmır? Evet, 2 dənə də sıfır yazsın. Yox, biri çatmır məndə. 3 dənə varımdır, birini çatsın bəs edir. 6780 plus bunu da 2 dənə gətirəcəm. Olur nə? 123 tam, onda 4. Toplayaq bunu bir dənə. Onluq işarəsi təkdir, yazdım tək. 3, 8, 2, 10, 7, 1, 8, 9, 6. Oldu. Bu da oldu bizim bu qədər kvadrat metrimiz. 19-cu sualımız. 19'da yazdım ki 1 minus 2'də 1, 1 minus 4'də 1, 1 minus 5'də 1. Uşaqlar bunu necə yazacağıq? Biz tam ədəddən kəsri çıxanda demişik ki, onda elə yaratmalıyıq ki, kəsri olsun. Aysa, məxrəci bərabər olsun. Bu 2'də 1'dir. Mən 1'i yenə nə yazaram? 2'də 2. 1 eləmir fidan. Və aşağıdan yazım, qarışmasın. Mən 1'in yerinə qızım 2'də 2 yaza bilərəm də. 2'ni 2'ye böləndə yenə nə eləyib? 1. Nə üçün 2'də 2 yazdım? Çünki bunun məxrəci 2'dir. Məxrəclərə eyni olmalıdır. Bəs buradakı 1'in yerinə nə yazsam? Aysa. Bəs buradakı 1'in yerinə? 5'te 5. İndi hesablaya bilərəm də rahat, hə? Bəli, 2'də 1. 2'də 2 eləyir, çıxaranda yavaş. Vurulsun
vur 4'te 3 vurulsun ne? Sakit yavaş. Vurmada bunlar ixtisar gelir. Başka ixtisarım olmadığı için 2'ni 5'e vuram 10. 1 vur 3 vur 1 3. Cevap eləyib 0'dan 10'da 3. Buyur. Mənim 25 başlandı. Başlıqda yazılıb ki x bərabərdir 5 tam onda 6 olarsa 12 tam onda 4x üstə gəl 7 tam onda 8 üstə gəl 3 tam onda 8 x üstə gəl 15 tam onda 8 çıxılsın 7 tam onda 2 x ne yəni əlbəttə ki yerinə qoyarıq hə x verilib baxın bizə hə yerinə qoyaram vuraram elədirmi Yağmur xanım xeyr sən onu eləsən imtahan qutarar o qədər işi görsən sən əvvəlcə burada sadələşdirmə eləməlisən nə? Bəli. Sadələşdirmə elə sonra 12 tam onda 4x 3 tam onda 8x 7 tam onda 2x 3 tam onda 8x'den 7 tam onda 2x. Qulaq as 2 tam onda 4x'dən 3 tam onda 8'i toplayaq 12 onda 4 plus 3 onda 8 Yağmur kəsirisi kəsirinin altına düşməlidir bayaq sən yanlış bir şey dedin orada bir yadda 5 6 bu da neçə edir 1 16 tam onda 2'dən də çıxacaq nəyi 7 tam onda 2'ni burada qalır 0 burada qalır nə 9 deməli mən nə aldım 9x gördünüz 3 dənə x'i yığdım neçə dənə x oldu 9x oldu yəni bir dəfə istifadə edəcəm 7 onda 8 plus 15 onda 8 toplayanda nə edir 6 bir yadda 12 13 burada nə qalır 2 plus nə 23 tam 16 bundan sonra Nurlana xanım x'imin yerində nədir? Ay sağ ol. Gətirib qoyacağım yerine. 9 vurulsun 5 onda 6 plus nə? 23 tam onda 6. Xədicə nə eləyərəm indi? Sadə şəkildə alt-alta vurma. Elə deyil mi qızım? Bəli. Aha. 5 onda 6'nı vuracağım nəyə? 23. Ben 50 tam onda 4. 9 6'ya 54 5 yadı 45 5 50 tam onda 4. 50 tam onda 4'ün üstüne de 23 tam onda 6 gelende 1 edir 23 80 70 74 oldu. Sonra 20 neçə edərsən? 20. Ha. Biraz orada görürsünüz ki neyse bir ədəd sayı çoxdur tez deyirsiniz ki müəllimə çətindir hə? Uşaqlar bir dənə bura diqqət eləyin. Burada 12 tam onda 5 mən bunu da 5'e vursam nə olar? 12 tam onda 5 olmur. Demək bu mötərizənin yerinə yazıram 9 vurulsun 12 tam onda 5 çıx. 0 onda 5 vurulsun nəyə? 12 tam onda 5'e. Bir də altına yazıram 12 tam onda 5'e orta vurul çıxartsam. 9 vur nə? Bağışlı 9 çıx nə olur? O da bərabərdir 12 tam onda 5 vurulsun nəyə? 8 tam onda 5'e. Demək ki bu mötərizənin yerində mən nə aldım? 12 tam onda 5 vurulsun nə? 8 tam onda 5. 8 tam onda 5. Bu qalsın burada. İndi gəldik ikinci mötərizəyə. Həm də vurmadır ya arasında. Bunu qarışdırmayın. Yaxşı? İkinci mötərizədə bunu nəyə vuraram? Alaram ki 9 vurulsun 0 tam. Mötərizə burada lazım deyil çünki tək hesablayıram. Yaxşı? 0 tam %8 plus 0 onda 4 vurulsun. Yenə nə verir mənə? Ortak moruq çıxardır. Nə verdi mənə? %8. 0 tam %8 vurulsun. 9 plus nə? 0 tam %8 vurulsun nəyə? 9 tam onda 4'den. Vəssalam. Bu iki dənə vuruq bu mötərizənindir. Bu iki dənə vuruq da bu mötərizəndə. Vaqif onlar da bir-birinə nə eləyəcək? Gəlin bura. 0 tam %8 vur 9 tam onda 4 vur nə? 12 tam onda 5 vur nə? 8 tam onda 5. Düşünürsünüz ki buna alt-alta vurun buna, sonra buna, sonra buna. Düzdürmü? Xeyr. Əlverişli üsula diqqət edin həmişə. Baxın. 8 var, 125 var. Gördün? Bax ayrıca 0, 8'i 120, 12 tam onda 5'e vurmaq üçün vergülləri görmə. Yağmur görməsəm 8'i 125'e vuranda necə edir qızım?
sayıram vergülləri. Bir dənə bunda var, iki dənə bunda var. 50, 1, 2, 3. Neylədir? 1. Demək ki, bu ikisinin cavabı məndə nəyə bərabər oldu? 2. Yerdə bir dənə nə qaldı? 9,4. Məsələn, bunu da məcbur. Bir var 4 dənəni bir-birini dalınca vurasan. Bir də var 2 dənəsini vurasan. Əlverişli üstü orada diqqət edin. Yaxşı mən bala? Nə qaldı orada? 9 onda 4 vurulsun nə? 8 onda 5'e. Bu da elir 20, 45, 47. 32, 3 yadda 72, 75. Oradan 0 silindi. 79,9. Deməli bunun tamamı cavabı neymiş? 79. Bu kadar asan asil. Yani dediklerimizi 2 dəfə təkrarlayırsan. Vəssalam. Demək uşaqlar 22'dən suallarınız bu qədər bəsdir. Zəhmət çəkərsiniz, digərlərini özünüz eləyərsiniz. İndi mövzu 23 məsələ izahları verəcəm sizə. Yazılıb ki, onluq kəsilərin vurulmasına aid məsələlər. Məsələli. Gəlin hər növündən həll edək. İki nömrəli məsələni eləyəcəm mən. Həm də dərs izah eləyəcəm. Məsələn, sürətə aiddir, biraz sürətdən danışacağım. Katerdir, biraz katerdən. Əslində mən sizə kateri keçmişim, videosuna çəkmişik, yerləşdirmişik. Oturub bir dəfə də ona baxarsınız, yaxşı, sakit. İndi mövzu 23. Məsələ 2. Deyir, iki məntəqədən eyni zamanda. İki məntəqə deyəndə, Vaqif, tez iki məntəqəmi qoydum. Eyni zamanda deyirsə, deməli bunların T'ləri bir-birinə nədir? Bərabər. İndi neçədirsə, ikisinə də bərabərdir. Qarşı-qarşıya yola düşdülər, o deməkdir ki, bir-birini üz-üzə gəlirlər. Qarşı-qarşıya mənası o deməkdir. Avtomobillərdən birinin sürəti 78-87'dir. Yəni bunun V1'dir. Sürət V hərfi ilə işarə olunur. 78 tam %87 km/saatdır. Digərininki isə sürəti 81-13'dür. V2 bərabərdir 81-13 km/saat. Uşaqlar, mən vergüldən sonra 13'ü deyirəm ki, yüzdə, mində deyəndə həm zaman gedir, həm yoruluram. Vergül 13 özünüz bilirsə, yəqin müəllimə rahat danışmaq üçün onu deyirəm. Avtomobiller 2,1 saatdan sonra, deməli ikisinin də T'si nədir? Saatdan sonra bir-birinə rast gəldilər. Rast gəlsələr o deməkdir ki, görüşdülər. İkisi də gəldilər, görüşdülər. Görüşməyə də bilərlər. Yəni aralarında məsafə qalıb. Deyir, iki məntəqə arasındakı məsafəni tap. Bu nə deməkdir? Bu nə deməkdir? Qayda budur. Eyni zamanda, baxın mənməyə, açar sözlərdir bunlar uşaqlar. Eyni zaman iki məntəqə, bunlar açar sözlərdir. Qarşı-qarşıya, bu sözlər var. Bunlar açar sözlərdir. Onda ümumi yolu tapmaq üçün, ümumi yol S hərfi ilə işarə olunur. V1 üstə gəl V2 vurulsun T'yə. Bunu 4-cü sinifdə dərs edeyim uşaqlar daha da yaxşı, kimdən demişəmsə. Demədiklərimə də bu il təzədən bir hədiyyə olsun, jest olsun deyən mövzunu qısa da olsa tez izah eləməyə çalışacağım. Yaxşı. Zaman eyni olduğu üçün sürətləri toplayıb vurmaq olar. Əli daha ayrı-ayrı bunu vur. Sonra bunu vur. Sonra onları topla bayağı əziyyət çəkərsən. Yaxşı. O zaman yazırsan V1'in nədir? 78-87 plus 81-13 vurulsun nəyə? 2/1'ə. Baxın uşaqlar. 78-87 üstə gəl 81-13. 87 ilə 13 2-0 100 eləyir. Bir yadda. 9-11 yadda 15-16. Deməli nəyə vuracam? 160'ı neçəyə vuraram? 2,1'e. Gəlin 160'ı da 2,1'e vuraq. Vergülə fikir verməyək. 0-6-1 0 12 1 yadda. Bu da neçə eləyir? 3. 0-6-3-3. Neçə onluq işarəsi var? Bir dənə. Sən də belə almışdın? 336. 346 almışdım. Niyə? Yolumuz nə qədər imiş? 336 kilometr imiş. Sonra qarşı-qarşıya dedik. İndi gəlin deyək. Kater məsələsi. 7.
7-ci məsələdə də kater edir. Kater çayın axınına qarşı. Birinci axına qarşı yolu hesablayaq. V1 çıxılsın nə idi? Bağışlayın. Biz nədir? Axına qarşının sürətini necə verirdik? V kater çıxılsın V çay. Vurulsun nə? T. Bu nə idi? Axına qarşı yol. Axın elədi və katalog. Axına qarşı gedilən yol. Bu onun düsturudur. Axını elədi. Bir də var S bərabərdir axın ilə axın istiqamətində. V kater üstəgəl V çay. Vur T. Bu da axın ilə gedilən. Bunları demişik. Yaxşı. Əlbəttə ki, sürəti də istəsə bizə axına qarşı sürət V kater çıx V çaydır. Axın ilə sürət də nədir? V kater üstəgəl V çay. Mən orada bizə tanı üçün. İndi bizə deyir ki, kater çayın axınına qarşı yol getdi. Axına qarşı gedilən yolu, indi bu qayda idi, məsələni həll edirəm. S bərabərdir V kater çıx V çay, vurulsun nəyə? T'yə. Başlar, bu düsturu yazırsınız, Yağmur. Sonra nə verilib onun altında yaz. Axına qarşı zaman, bunu 3 verib mənə. Sonra deyir ki, 75 kilometr getdi, bunu 75 verib mənə. Çayın sürətini verib, 4,5 çıxılsın. Amma katerin sürəti yoxdur, mən tez bunu belə yazıb tapmağa çalışmalıyam. Məsələni sonra davam edəcəm. İlk cümlədə verilənləri qoydum yerinə. Mən buranı tapmaq üçün V kater çıxılsın 4,5'i tapmaq üçün 75'i nəyə bölməliyəm? V kater bərabərdir 25 üstəgəl nə? V kater nəyə bərabərdir? 29,5'e. Sonra mənə deyir ki, kater axın ilə 3,25 saata neçə kilometr gedər? Axın ilənin düsturu nədir? V kater üstəgəl V çay, vurulsun nə? T. Uşaqlar, V kateri artıq tapdım neçədir? 29,5. Filus. V çay da həmin çaydan söhbət gedir. Neçədir? 4,5. Deyir, neçə saati yola göndərib bunu? Vurulsun 3,25'e. Mən neyniyərəm gözəl balalar? Toplayacağım, vuracağım nəyə? 3,25'e. 5 ilə 5'i toplayanda elir 11 yadda. 33 neçə eləyir? 34. Vurulsun nəyə? 3,25'e. Gəlin vuraq. 34 vurulsun 325'e. 22 yadda, 8, 10, 12, 13, 5, 1 yadda, 6, 7, bu da neçə eləyir? 9. 0, 5, 10, 11. Neçə vergülümüz var idi? 2, 1, 2, 1, 2. Cavab neçə eləyir? 110 tam, onda 5. Nə? Buyurun. Dedim nə? Uşaqlar, 12'də biraz diqqətli olmaq lazımdır. Xırda işlər var orada. Amma çox maraqlı məsələdir. Tam gələcək həyatınızda quracaq işlərə aid olan məsələlərdən biridir. Və yazdım ki, eni 0,6, uzunluğu isə bundan 9 dəfə böyük olan düzbucaqlı şəkilli. Qulaq asın, köçürtməyə çalışmayın. Düzbucaqlının bilirsiniz ki, bir eni var, bir də uzunluğu var. Fərqli ölçüləri var. Eni 0,6 kilometrdir. Uzunluğu isə bundan 9 dəfə böyükdür. 0,6'nı 9'a vuranda 6 9'a 54, 1 vergül atında nə qədər olur? 5,4 kilometr. Gör bizə nə deyir? Deyir ki, düzbucaqlı şəkilli torpaq sahəsindən buğda yığdılar. Bax, sahəsindən buğda yığdılar, sahə sözünü eşitdinizsə, demək ki, o sahənin içi daxilində iş gedir də. Mütləq orada sahə hesablamalısınız. İndi siz götürürsünüz. Bir dənə görün burada başqa nə var? Çevirmə var mı? Burada bir gözəl iş görəcəyik. Ton olduğu üçün, ton kilogram falan olduğu üçün. Mən gəl bu kilometrləri metrə çevirim, sonra sahə tapım, tamam mı? 1 kilometr neçə metrdir? 1000 metr. 0,6'nı minə vuranda nə qədər olur? 600 metr. Bəs 5,4'ü minə vuranda nə olur? 5400. Bir dənə var idi, 2 dənə sıfırı mən atıram da minə tamamlamaq üçün, 3 sıfıra tamamlamaq üçün. İndi bunun
sahəsini tapıram. 600 metr vurulsun 5400 nəyə? Metrə. 5-i, ay bağışlayın, 6-nı 54-ə vuraq. 54-ə 6-ya vuranda neçə edir? 24, 2 yadda, 30, 32. Elədir? 324. Neçə sıfır var burada? 2, 3 dənə də burada. Neçə də nə elədir? 5. Kvadrat metr. İndi gəlin davamına gidelim. Bize deyir ki burada 12 idi də, hə? Deyir hər hektardan. Bax mən hektar sözünə görə bunu nəyə çevirdim? Metrə. Mən 1 hektarım neçə kvadrat metrdir? 10.000. Bunu hər dəfəsində xatırlayaq. 1 hektarın 10.000 kvadrat metrdir. Görəsən bunun tərkibində neçə hektar olduğunu tapmaq üçün mən nə etməliyəm? 10.000-ə bunu nə etməliyəm? Bölməliyəm. Onda bunu mən 10.000-ə bölsəm, 10.000-ə bölsəm, neçə sıfır gedir? 4 sıfır. Onda neçə hektar qalır? Hektar. Hektar elə sahə vahididir. Ona görə deyir. Sonra görə nə deyir? Deyir ki, hər hektardan, hər bir hektardan 25 ton buğda yığıldı. Onda mən bütün buğdanı tapmaq üçün nə etməliyəm? Hər hektardan 25 yığılır. Vurmalıyıq. Niyə bölürəm ki? Hər hektardan 25 yığılır. Sənin əlində bu qədər hektar var. Hər birində 25 ton yığılır. Sən bölməlisən onu. Deməli, nə etməlisən? 3240'ı vurmalısan nəyə? 25'e. Gəlin burada 324'ü vuraq, sonra 0 atarıq yanına. Olar mı? 22 yadda, 10, 12, 1 yadda, 15, 16. 8, 4, 6. 0, 10, 11, 7, 8. Bir dənədən sıfırım var idi axı, borc qoymuşdum. İndi nə qədər edir? 81 min nə? Ton. Hər hektardan 25 ton gedir. Bu qədər hektarım var, vururam, tapıram bunu. Sonra nə deyir mənə ardıcılığında? Deyir 1 kilogram buğdadan, bu tondur uşaqlar. Mənə deyir ki 1 kilogram. Deməli tonu nəyə çevirməliyəm? 1 ton neçə kiloqramdır? Ay sağ ol. Demək ki 81 min elədir. Yanına 3 dənə sıfır gələcəm oldu nə? Kilogram. 81 milyon kilogram. Sonra deyir ki bizə, deyir hər 1 kiloqramdan 0,9 buğda alınır. Hər 1 kiloqramın bəli nəyə? 0,9'a. 81 milyonu da vuracam nəyə? Ay sağ ol. Yəni 0,9'a vurma o deməkdir ki 10'a böləcəm, 9'a vuracam. Çünki 10'da 9'dur. Ay sağ ol. Yox da 0,9 50. 10'da 9'dur. Sanki bu ədədi 10 ilə ixtisar eləyəcəm. 10'a böləcəm, bir də nəyə vuracam? 9'a vuracam. 10'a böləndə, bax 81 milyon vurmasının izahını yazıram. Böl nə? 10, vur nə? 9. İndi sıfırlar nə oldu? Silindi. 81'i də 9'a vuranda nə edir? 729. Yanında 6 sıfır idi, qaldı neçə sıfır? 5 sıfır. Ay sağ ol. Bu qədər kilogram nə alınır? 10 alınır. Buyur. Burada biraz hesab. Ümumiyyətlə onluq kəsilən məsələlərində ən dadlı, duzlu məsələlərdən biridir. Çox hoşuma gəlir. Düzdür, uşaqlara biraz uzun görsənir. Amma bunun mənasını anlamaq həqiqətən çox şey qazandırır adama. Birinci növbədə məsələdə Yağmur dedi müəllimə netto brutto. Mən də Əliyə izah elədim netto brutto. Amma onu yaddan çıxart Əli. İndi izah edirəm. Bax, adicə evdə indi hamınız alırsınız da o çokokrem bankaları olur, mamalar lazım. Söndürün mikrofonları, online'dakiler. Həmin o bankanı gedərsiniz, evdə maraq üçün baxarsınız. Alt hissəsində, bankanın belə alt hissəsində. Burada küncdə, Əli, yazılıb netto, bir də yazılıb brutto. Netto məsələn yazılıbdır 150 qram, brutto yazılıb 175 qram.
Nettonun mənası o deməkdir ki, bankanın daxilindəki xalis şokoladın çəkisi. Brutto o deməkdir ki, həm banka, qab, həm də içindəki şokoladın çəkisi. Deməli, brutto 175, bu 150-dirsə, bankanın öz çəkisi nə qədərdir? 25 qram. Başa düşdünüz nə deməkdir netto? Netto net çəki, brutto isə qarışıq çəki. Anladıq? Ona görə bu şeyə baxsanız, məsələn, tamaq bankaları var, evdən alırlar, mamalar. Baxa bilərsiniz. Ya hazır vareniyalar olur, nəsə hazırlanmış konservalar. Görərsiniz, həm netto var, həm də nə var? Brutto var. Aferin. İndi gəlin, bunu mənasını anladın? Əli. Birincini yaddan çıxardın. Birinci hissədə dediyimin pərdə arxası. Əsas budur. Yaxşı. İndi gəlin, məsələ 29-u mənim sizə izah eləsin. Nə qədər zamanınız var ikən. Keçməyib. Allah da söylüyor. Sənin diqqətinə. Bax, uşaqlar, yazıb ki, meyvə yeşiklərinin üzərində bir meyvə yeşiyi var, bir meyvə yeşiyi var. Üzərində olur banan yeşikləri, xaricdən gələn alma, nə bilim, apelsin yeşikləri. Onların üzərində belə bir kağız yapışdırılır. Və bu kağızın üzərində yazılıb ki, brutto 23.05. Brutto yazılıb neçədir burada? 23,5 kilogram. Nettosu yazılıb 21 tam netto. Nettosu yazılıb 21,3 kilogram. İndi bax Əli, sən buradan nə anlayarsan? Yəni brutto, Ümumi, yeşik qarışıq. Netto isə onun içində Ay, sağ ol, aferin sənə. Bax, məsələn, yayda çiyələk, ərik, əncir sezonu gəlir, payızda zadda. O sezonda gedirlər yeşiklə meyvə alları mürəbbə bişirməyə. Meyvəni alanda tərəziyə qoyur, deyir ki, yeşiklə qarışıq, 11 kilogram. Sonra sənə deyir ki, 10 kiloqramı eləyib, məsələn, 50 manat. 5 manatdan almışsan. Niyə 11 idi səndən 10 kiloqramın pulunu aldın? Çünki 1 kiloqramı yeşikdir. Sən yeşiklə gedib variniyaya qatmırsan ki. Yeşik sənə lazım deyil, yeşiki atassan bir yerə. Sənə nə lazımdır? Meyvən. Ay, sağ ol, aferin sizə. İndi uşaqlar, burada bruttonu bildik, nettonu bildik. Gəlin belə bir şeydir, maraq üçün tapıram. Netto deməkdir xalis çəkib, mən bruttodan nettonu çıxsam, nəyin çəkisini alaram? Yeşin çəkisini. İndi 23,5-dən çıxıram 21 tam nəyi? 13'ü. Mənim bir yeşiyimin çəkisi nə qədər olacaq? 2,2. Ay sağ ol. Bu nə olur? Yeşil çəkisi. Ay sağ ol. Yeşiyin çəkisi. çəkisi. İndi bilmirəm, mənə lazım olacaq, olmayacaq. Mən sadəcə izah içində bunu deyirəm. Getdik oxumağa. Hissə isə hər cümləni oxuyacaqsan, hər cümlədə səndən nə tələb olunur, onu yerinə yetirəcəksən. 1 kiloqram yükün daşınma haqqı 0,5 manatdır. Uşaqlar, yükü daşıyır, fəhlədir, bazardan yükü daşıyır, sən maşınına gətirir. Sən o yükün budursan, məsələn, yükü bütün ona verirsən də, sən götürüb onun içindəki meyvəni nəyəsə töküb vermirsən ki ona. Bu sənin yükünü bütün belə daşıyır. Yeşik qarışıq daşıyır. Amma 1 kiloqram yükün daşınma xərci neçə imiş? 0,5 manatdır. Aha. Gör bizə nə deyir? Sahibkar 34 yeşik meyvə daşıtdırır. Nə qədər? 64. Deməli sən cəmi öz yeşiyin çəkisini bilməlisən ki, görəsən daşınanda nə qədər xərcin çıxar. Neçə yeşikdir? 34 yeşik. Ümumi çəki nə qədərdir brutto? Ay sağ ol. 23,5. Sən vur gör, nə qədər sənin fəhlən bazardan sənin maşınına qədər nə qədər yük daşıyacaq ki, sən də onun 1 kiloqramını vurmalısan nəyə? 0,5'e ki, o fəhlədən ayrılanda onun xərcini verməlisən, axı o getməlidir. Sonra sən öz mağazini və bazarı və meyvəvi aparasan. Gəl baxaq. 23,5'i vuracam nəyə? 34'e. 20, 12, 14, 1 ya da 8,
9, 5, 9, 11 yadda 6, 7. 0, 9, 9, 7. Neçə onluq işarəsi var uşaqlar? Bir dənə. Ayırdım Xədicə, lazımdır o 0 mənə orada, xeyr. Deməli, cəmi bu sahibkar, Vagif sahibkardır, böyük marketi var. Gedir bu meyvəni alır, gətirir, düzdürmü? Öz mağazinə daşıyırdı yeşik qarışıq. 799 kilogram. Axı sənə bazardan maşında qədər bir nəfər kömək edir. O da sənə deyir ki, 1 kilogramla neçəyə daşıyıram? Ay sağ ol. Onda sən gör buna nə qədər pul verirsən bu daşıyan fəhləyə? Ay sağ ol. Yükün xərci yazıram. Yaxşı? Bunu bir də belə izah eləmərəm ha uşaqlar. Bunu xahiş edirəm. Anlamasanız belə videoya ən azından 5 dəfə baxın. 799'u vuracağım nəyə? 0,5. 0,5'ə vuraq. 5'ə vuraq da. İcazə verirsiniz? Sonra sıfırları ayıraram. Yaxşı? 5'ə vuraq. 45 4 yadda 45, 49 4 yadda 35 neyini? 39. Neçə vergül ayıracağım? 2. Bərabərdir 39,95 manat həmin fəhləyə pul verdin. Ayrıldın bu fəhlədən. İndi sən bu 34 dənə yeşivi götürdün, hara gəldin? Şirkətvə gəldin, düzdürmü? Bunları səhər nə edirsən mən balam? Bazara çıxardarsan. Bazara çıxartanda sən meyvələri satacaqsan da, düzdür? Nəyi? Xalis meyvəni. Gəlirəm səndən meyvə almağa, gəlib 5 kilo alma alıram. Yeşiyi almıram ki. Sən deməli həm də nəyə bilməlisən? Xalis meyvə nə qədərdir? Xalis meyvəni nə ilə hesablayırdıq nettonu? Onda sən xalis, bildiniz də xalis sözü nə deməkdir? Təmiz əlindəki meyvə. Xalis meyvə çəkisini tapmaq üçün belə yazırlar. Meyvənin nəyi? Çəkisi. Nə qədər eləyəcəm? Nə şey için yeşikdə Asiya? Xalisim nə qədərdir qızım? Ay sağ ol. Axı Vagif bunu satacaq, pul qazanacaq. Anladın? Gəlin hesablayaq görə Vagifin nə qədər pulu var. 213'ü vuraq nəyə? 34'ə. Vuranda neçə eləyir? 12, deyəm, özüm eləyirəm sakin. 12, 4, 5, bu da eləyir 8, 9, 3, 6. 2, 4, 11, 12, 7. Neçə onun işarəsi var idi? Bir dənə. Maşallah, qəşən pul qazanırsan ha. 724 tam, onda 2 kilogram nə inəyəsən? Yox, bu hələ çəkidir, pul deyil, hələ pula çatmamışam. Bu qədər ələm mal satacaqsan. Yaxşı, getdik məsələyə. Deyir ki, Vagif 1 kilogramını 1,4 manata satacaq. Vagif, yeşiyi attın, bravo, düzdürmü? Sənin xalis malın budur. Bunun 1 kilogramda neçəyə satırsan? 1,4 manata. Ay sağ ol. Deməli, Vagifin nəyi? Vagifin qazancı. Vagif. Gözü apararıq uşağın puluna. Vuraq nəyə? 1,4. Uşaqlar. Gəlin, vuraq, burada vuraq, sonra silərik. Yaxşı? 724, 2 vurulsun nəyə? 14'ə. Bu neçə edir? 8, 6, 1 yadda 8, 9, 28, 2, 4, 2, 7. İnşallah düz vurdum. 8, 8, 3, 1, 9, 10. Neçə onun işarəsi var idi? 1, 2. 1, 2. Nə qədər qazandın balam sən? 13,88 nə? Manat. Deməli, sən bazardan getdin, fəhlənin pulunu verdin, hələ hesablamamışsan, cibindən götür, fəhlənin pulunu verdin. Gəldin bazara, öz xalis çəkivi hesabladın, nə qədərdir? Bu qədərdir. Sonra fikirləşdin ki, 1,4 manata satacağım, satdım, bu qədər pulum var. Elədir, görə nə istəyir bizdən? Deyir ki, daşıma xərcini ödədikdən sonra. Daşıma xərcin bundan çıxmalısan da. Nə qədərdir daşıma xərcin? Onda sənin qalan pulunu hesablamaq üçün nə edərsən? Qalan pulu hesablamaq üçün. Qalan qazanc. Ay sağ ol. Gəlin çıxaq. 1013,88'dən nəyi çıxırıq Asiya? 39 tam neçə? 8'dən 5. 3,
Ondan 9 bir. O yok. Diyen 17 buradan 18 9, buradan 1 götürdük 3, burada kaldı 7, buradan ne 9. Vaqifin bu qədər pul qazancı oldu. Peşə məsələdir amma, hə? Yox, dərk eləmək lazımdır. Burada çətin çox yox. Bax, məsələn, belə düşün də qızım. Sən gedirsən xaricə. 100 dənə çəkir qızım. Hə? Hə. Tamam, buna qulaq asarsınız bu sözümə. Bəlkə gələcəkdə hansınızsa böyük bir biznesmen oldunuz. Gedirsən xaricə. 100 dənə televizor gətirirsən. Gedəndə də bilet pulu vermirsən. Gələndə də bilet pulu verirsən. Yükləmədə də pul verirsən. Öz vətənivə gələndə də yenə daşınmaya pul verirsən. Bunlar hamısı xərclərdir. Gördün? Gedəndə bilet, gələndə bilet, oradan maşına, qucağına gətirmirsən ki 100 dənə televizoru. Böyük bir tıra vurursan, o tır gəlir, burada qarşılayır. Belə-belə bunlar xərclərdir. Bunlar yadınızda qalsın. Gətirdin öz mağazinivə. Artıq tutaq ki, televizorun birini satırsan, məsələmdə, orada almışsan 300 manata, burada satırsan neçəyə? 500 manata. Xərclərdə çıxırsan. 500 manata satanda nə bilim qazanmışsan 10 min, məsələn. 10 min hamısı sənin deyil. 10 mindən çıxırsan bilet pullarını. 10 mindən çıxırsan daşınma xərclərini. 10 mindən çıxırsan maya qiymətini. Başa düşdün qızım? Bunlar hamısı xərcdir. Yerdə qalan 10 mindən 3 min qalır, 2 min qalır, 5 min qalır, o sənə qalır. Ona deyirlər qazanc. Oldu? Bu da həmin məsələdir. Dərk eləməlisən. Qazanc nədir? Xərc nədir? Bunları dərk eləmək lazımdır mənim balam. Məsələn, ailə başçısı alır 500 manat maaş. 500 manatın hamısını gedib gizlətmir ki cibində. Neyniyir? İşıq pulu verir, qaz pulu verir, su pulu verir, nə bilim, məktəbə verir, kitaba verir, paltara verir, üzürə verir, toya verir. Axırda 50 manatı qarsa deyir, 50 manat qoymuşam qırağa. Gör 500 manatı 450 manatı getdi. Gördünüz? Yəni xərc budur. Xərc qalır, Bəli, ancaq xərclənir, gedir, fəhləyə verir, ustaya, nəsə də belə. Bunun anlamını başa düşün. Hə. Uşaqlar, qulaq asın. 35-i izah eləyirəm. Salatın idi, ipək idi, bilmədim hansı idi. Əsas odur ikisi də bir evdəndir. Həqiqi ki, arzuları eynidir. 35-i istəyirlər. Birinin sahəsi 5,29 ar olan, uşaqlar, ar sözünü gördünüzsə, siz tez onu çevirin. 5,29'u vurun 100'e. Kvadrat metre çevirin onu. 100'e vuranda neçə eləyir? 529. Kvadratdan da söhbət getdiyi üçün tez yazın ki, bu nəyin kvadratıdır? 20. Ay sağ ol. Bir dənə kvadrat var. Bir dənə, neçə dənə buna? Birinin, hə, 5 dənə. Deməli, 5 dənə kvadrat var belə, yanaşı çəkilib, baxın mənməyə. 5 dənə kvadrat. Yanaşı belə çəkilib. Bax, 5 dənə. İndi biraz gerçi kvadrata oxşamadı, amma elə göründə yaxşı. Biri böyük, biri balaca oldu ki bununla. Biraz oxşada. Beş dənə kvadratımız var. Düşünün ki, bunlar hamısı bir-birinə nədir? Bərabərdir. Bax uşaqlar, bir kvadratın sahəsi verilmişdi 529 ar. Bunu biz çevirdik kvadrat metre 529, 529'da nəyin kvadratıdır? 23. Nə üçün belə elədim? Çünki kvadratın sahəsi nədir? Tərəfin tərəfə vurulması. Onda demək ki, bura 23'dürsə burada nədir? 23. Onda bərabər kvadratlardırsa bunlar hamısı nədir? 23. Burada nədir? 23. Hamısı nəymiş? Ay sağ ol. Və bu kvadratları bir-birinin yanına qoyanda hansı figur yarandı? Aferin. Düzbucaqlının nəyini istəyir bizdən? Perimetri. Düzbucaqlının perimetri nədir? Eni, üstəgəl nəyi? Uzunluğu. İndi eni neçədir? Xədicə? 23 metr. Uzunluğu neçədir Xədicə? 23. Aferin. 23 vurulsun 5. Cavab neçə eləyir? 115. Perimetrini necə tapacağım? 115. Çətin değilmiş, hə? O da eləyir 138 vurulsun nəyə? 2'ye.
O da eləyir 6, 1 yadda, 7, 8, bu da 2. 286 nə? Metr. Mənə. Hacım. Mənə 22, 24, 22, 25. 4 manatdır. 1 dollar. Neçə manatdır? %75. 75. Tam 75. 4 manatdır. Ha. Hə. Və mənə deyir ki, 1 manat isə 1 tam %89 lirədir. Gör nə deyir? 18 dolları tap deyir. 18 dollar neçə lirədir? Hə. Hədə neçə lirədir? Burada hansı gedişat eləyər uşaqlar? Bir tam fefe, yüzde fefe. Bak, 1 dollar 1 tam %74 manatdır. 1 dolların. Məndən nəyi soruşur? 18 dolar. Onda mən nə edəcəm? 18 dolları nə edərəm? Bir doların 1 liraya beraber olduğunu tapmak için bir tam %74'e bir tam %89'a buluyorum. Məsələn. 1 dolların 1 tam %74 manatdır. 1 manatın da 1 tam 89'dur. İndi sənin niyə elə dedin ki sən? Sənin 1 dolların 1,74 manatdır. 1 manatın isə 1,89 lirədir. Dollardan lirəyə getmək üçün geriyə getməlisən də. Başa düşdün? İndi sən bilməlisən ki, sənin 1 dolların nə qədər idi? 1 tam %74. Elədirmi mənim balam? Sən öz manatını tapmalısan. 18'i vurmalısan nəyə? 1 tam %74'ə manatı tapırsan. 1 manatın da 1,89 değil. Onu da vurmalısan nəyə? Məsələn. Biraz uzun mu olacaq? Hə. Mənə 18 vur 1 tam %74 beraber de 31 tam %32. Ha, onunla vurursunuz 1 tam %89'a. Demek bu kadar uşaqlar. Bunu da özünüz evde inşallah tamamlayıp vuracaqsınız, tapacaqsınız. Oldu mu? Ev tapşırığı mövzu 20 neçəydi o? 23'ün tamamı. Sağ olun.